Rəşad Sadıqovun yeri məlum elə. Belə vəziyyətlərdə var. Amma Nesliyev kimi standart vəziyyətlərdə fərqlənə biləcək futbolçumuz da var. O da artıq rəqibin cərimə qazanmasındadır. 17-ci dəqiqə hakimin işarəsini gözləyirik. Qapçının kobud səhvini bağışlamadı. Məhsullar ötürmə İlqar Qurbanovda. Şuarları arenada səslənir. Və Dias
Qurban Qurbanov sevinci. Bütün Qarabağ sevərləri Azərbaycan futbolunu, hər kəsi təbrik edirik bu qələbə münasibətilə, bu mərhələ adlama münasibətilə və hər şey ola bilər. Təbii ki, bu arada 4-cü gol gələcəkmi? 4-cü gol gələcəkmi? 4-cü gol! Möhtəşəm hücum! Möhtəşəm hücum! Qarabağ